Uşaqlarda bir çox irsi xəstəliklərin nə vaxt başlayacağı dəqiq məlum olmaya bilər. Bu nevroloji xəstəliklərdən biri də irsi spastik paraplegiya, bəzən uşaqlıq yaşlarında, irəli yaşlarda görülür. Bu zaman sağlam, hətta 15 yaşına qədər digər normal uşaqlar kimi gəzən, hərəkət edən, məktəbə gedən bir uşağın ayaqları birdən-birə gücdən düşə bilir. Eynilə qəhrəmanımız 20 yaşlı Rəhimə Əliyeva kimi 16 yaşına kimi tam sağlam həyat sürsə də bir gün Rəhimənin heç kimin gözləmədiyi diaqnozdan üz-üzə qaldığı məlum olur. Ancaq Rəhimənin xəstəliklə mübarizəsi onun əlil olmasının qarşısını alır. 16 yaşıma qədər sağlam idim. Sağlam bir qız idim. Məktəbi 9-a qədər oxuyub bitirdim. Sonra da mən tibbə gedirdim öyrənməyə. Oradan gələndə tez-tez yıxılırdım, yata bilmirdim, ayağım uyuşurdu, incidirdi. Gecənin yarısı yerin içində ağlayırdım ki, bu ayağımın ağrısı niyə keçmir? 18 yaşımda elə Rəhmə xanımın yanına gəldim. Elə bu problemlərim sadımı elədik, elə idmanla toka gəldim. Elə şükürlər olsun ki, xeyri var. 2 kurs müalicə keçdim, elə yaxşıyam. Rəhmə xanıma təşəkkürümü bildirirəm, sevimli doktoruma və Vüsal doktora da. Onun əziyyəti mənim üstümdə çox olub, çox minnətdaram. Mən o 2 iynəyə görə mən yaşayıram, şükürlər olsun bu günə. Ən böyük arzumdur ki, 3 iynəmin pulu tapılsın, vurdurum, təmiz sağlamlığıma qovuşum, gəlim inşallah oxuyum, eləyim, gəlim Rəhmə xanımın yanında işləyim, ağ xalat geyinim, ən böyük arzum odur. Paraplegiya istənilən yaşda özünü göstərə bilər, lakin simptomlar çox vaxt, dediyimiz kimi, uşaqlıqda və ya erkən yetkinlik dövründə başlayır. Ailədə tarixçəsinin olması bu xəstəliyin inkişaf riskini artırır.